Salamlar olsun hamıya. Bu günləri iki möhtəşəm macəra janrında çəkilmiş filmləri sizlə bərabər göstərəcəm. Filmlər keçməmişdən öncə kanala abunə və like atmağı unutmayın ki, bir sonraki videolarımızda da gərilim, qorxu, aksiyon və macəra dolu filmlərimiz gəlsin. İnsə keçək videomuza. Birinci filmimizin adı Indiana Jones'dur. Təkcə Indiana Jones yox, Indiana Jones and the Raiders of the Lost Ark'dır. Bu film 1981-ci ildə çəkilmişdir. Rejissoru isə Steven Spielberg'dir. Başrollarda Harrison Ford'dur. Qısa sujeti, arxeoloq və macəraparast Indiana Jones itmiş müqəddəs sandığı tapmaq üçün nasistlərlə yarışır. Tarixi seyir və bol aksiyon macəra bir aradadır. Klassik və əfsanəvi bir macəra filmidir. Janrın əsasını qoyan filmlərdən biridir. Bu filmə mütləq baxmağı unutmayın. İnsə gəlin ikinci filmimizə keçək. İkinci filmimiz The Revenant'dır. 2015-ci ildə çəkilmiş, başrollarda Leonardo DiCaprio'dur. Qısa sujeti 1820-ci illərdə tələyə düşən bir ovçunun xəyanətə uğradıqdan sonra sağ qalmaq və intiqam almaq uğrunda mübarizə edir. Təbiətə qarşı mübarizə, güclü emosiyalar və əla aktyorluq oyunu ilə dolu bir filmdir. Bu filmə baxmağı unutmayın. İncə sağ olun, salamat qalın.